Şeir, illaki musiki, bir kuşun iki kanatıdır. Birbirisiz imkanı yoktur. Sizin işlediklerinizin hamısı şeirdir, bizim işlediğimizin hamısı musikidir. Yani bunlar bir bütündüler. Ayırsak olmaz. Bizim dünyamızın ve benim şanslarımdan biri budur ki, hem Serdar Daşların hizmetinde ve sizin ve bir de rahmetli Ustad Şəhriyarın. Şəhriyar Heydər babasıyla ömürləri fəth etdi. Yani ürək yanması gözdən yaş çıxmaz. Məlum olan Şəhriyarın ürəyi o qədər ki, biz deyib dünyalar qədər yandı. Elə ki, məsələn, mən gəlmişəm İstanbul'a. İstanbul'u onun kimi görəmirəm. O gəlmədi İstanbul'a. Çünki sağ idi, o böyləklər. Olmadı da gəlsin və o xiyalında gəldi. Orada bir şey de söyleyeyim ki, gelmişim Nazlı Hilal ölkəsinə. Fikrətin incə xəyal ölkəsinə. Akif'in marşı yaşardı gözümü, baxıram Yahya Kemal ölkəsinə. Evet, evet, İslam ocağı Türkiyadır. Bir müsəllası Yasufiyadır. Görünür burada xiyallaşdı, pərdə xiyallaşdıdır. Burada büyük bir tarih. Her yerin toprağı bir şey besler. Buranın toprağı qeyrət kemidir. Burada daşdan çox şəhidlər kəmiyi. Çeşmədən bollu şəhidlər qanadır. Qurbət ehsas eləməm mən burada. Sanki öz doğma diyarımdır mənim. Nerede vardı qarındaşlarımız? Öz evim, öz diyarım, öz vətənimdir mənim. Sağlığınıza. Tamam, çok teşekkür